إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها فكذبوه فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها ولا يخاف عقباها. الله أكبر ولله الحمد. بسم الله الرحمن الرحيم. إذا جاء نصر الله والفتح إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فصبح بحمد ربك واستغفره إنه كان توابا إنه كان توابا. صدق الله العلي العظيم. اللهم صل على محمد وآل محمد. السلام عليك يا أبا عبد الله. السلام عليك يا ابن رسول الله. السلام عليك يا ابن أمير المؤمنين وابن سيد الوصيين. السلام عليك يا ابن فاطمة سيدة نساء العالمين. السلام عليك يا سار الله وابن ساره والوتر المفتون. السلام عليك وعلى الأرواح التي حلت بفنائك. عليكم مني جميعا سلام الله أبدا ما بقيت وبقي الليل والنهار يا أبا عبد الله. لقد عظمت الرزية وجلت وعظمت المصيبة بك علينا وعلى جميع أهل الإسلام وجلت وعظمت مصيبتك في السماوات على جميع أهل السماوات
فلعن الله أمة أسست أساس الظلم والجور عليكم أهل البيت، ولعن الله أمة دفعتكم عن مقامكم وأزالتكم عن مراتبكم الله أن رتبكم الله فيها، ولعن الله أمة قتلتكم، ولعن الله الممهدين لهم تمكين من قتالكم. بريت إلى الله وإليكم منهم ومن أشيائهم وأتباعهم وأوليائهم. يا أبا عبد الله إني سلم لمن سالمكم وحرب لمن Kerbela'da diye inşallah. İnni silmun limen salemekum ve harbun limen belanallahu ümmeten esrecet vel cemed ve teneqqabat ligitalik bi abi ente ve ummi بأبي أنت وأمي لقد أزم مصيبة بك، فأسأل الله الذي أكرم مقامك وأكرمني أن يرزقني تلمسارك مع إمام منصور من أهل البيت محمد صلى الله عليه وآله. اللهم اجعل عندك وجيها بالحسين عليه السلام في الدنيا والآخرة. يا أبا عبد الله هارمكم وحرب لمن هارمكم وولي لمن بالاكم وعدو لمن آداكم. خدایا خداوندی عالم biz İmam Hüseyin Aleyhisselam'la sülh edenlerle sülh, olanla muharebe edenlerle muharebe edelim. Ya Aba Abdillah, sizi sevin mehabbet göstermeyle dost, sizinle düşmensiniye diyenlerle düşmeni, bizim sizin dostlarınız baresinde marifet kesb etmekte azizleyen düşmanlarınıza bezarlık nasip etmeyi Allah'tan isteyirik ki bizi dünya ve ahirette sizin yanınızda amel-i salih, uca dereceli qədəmləri sidq qədəmli, sabit qədəm qərar versin. Ondan isteyirik ki bizi sizin Allah yanınızda malik olduğunuz beğenilmiş məqama çattırsın. Siz Əhl-i Beyt'ten olan hidayetçi hakkı diyen aşkar imamın önünden sizin intikamınızı almalı bizlere nasip etsin. Allah'ı sizin onun yanınızda olan hakkınıza, məqam ve menziletinize an verib istirik. Size matem saklamak müqabilində bize en yaxşı xeyir əvəz versin. Elə bir əvəz ki bütün matem saklayanlara verilir. Bu İslam'da həmçinin bütün asimanlardan ve yerde eser alamet koyan necə də böyük bir müsibətdir. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel âgıbetu lil muttaqin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibil kulubina
وشفيع ذنوبنا أبا القاسم محمد. أما بعد، قال الله تبارك وتعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. الذين آمنوا وتطمئن قلوبهم بذكر الله ألا بذكر الله تطمئن القلوب. يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Allahın salamı, rəhməti, bərəkəti hər bir məclis iştirakçısının üzərinə olsun. Allah siz möminləri, möminələri yerin göyün bəlasından hifz eyləsin. Allah Teala bu əzadarlıq məclisində iştirakınızı öz dərgahında ali dərəcədə qəbul eyləsin inşallah. Özünüzün salamatlığınıza və bu neçə günlər ki, gəlib burada iştirak edirsiniz, iştirakınızın da qəbulluğuna Muhammed, Ali Muhammedə səlavat edələ. Artıq neçə günlərdir söhbətlərimiz əsnasında İmam Hüseyn əleyhissalamın, Kərbala şəhidlərinin, şəhidlik məktəbinin, Aşura məktəbinin haqqında təkrar bildiklərimizdən biz də əlavə olaraq təkrar nəzər diqqətimizə çatdırırıq. Çünki təkrar danışmağa, təkrar mövzulara müraciət etməyə məcburuq. Hələ də bugün görürsən elə insanlar tapılır ki aramızda, ya bilərəkdən, ya bilməyərəkdən bu məclislər haqqında şübhə toxumu səpmək istəyirlər. Müxtəlif sözlər, şayələr, hardasa bu məclislərin gözdən salmaq üçün min cürə belə də hiləyə əl atırlar. Maşallah bugün də sosial şəbəkələr o qədər aktivdir ki, hərə qarşısına bir telefon qoyub, özü özünə elə jurnalistdir, aparıcıdır, alimdir, mütəfəkkirdir, nə mütəxəssisdir, bilmirəm hansı adı verim. Və bu şəkildə bu məclislər zaman-zaman gəlib hansı çətinliklərlə, hansı sıxıntılarla, hansı əzab əziyyətlərlə gəlib bugün bizə çatıb. Günü-gündən məclisə gələnlərimizin, əzadarlıq məclisinə gələnlərimizin sayı artır. Artır, nəinki azalır. Və bu məclislərdə bəzi insanları narahat edən nədir görəsən? Niyə onlar yığışıblar, niyə onlar sinə vururlar, niyə onlar mərsiyə edirlər? Bu hadisə 15 əsr bundan öncə olub, ay Mühərrəm ayı yoxdur, ay əzadarlıq yoxdur, ay göz yaşı tökmək olmaz. Yəni bu sözləri nə qədər ifadə etmək olar? Bura gələn hər bir insan bu məclisə və bunun kimi digər məscidlərdə, Hüseyniyələrdə əzadarlığa gələn İmam Hüseyn zəvvarları heç birinə zəng olunub deyilməyib ki, və yaxud da hər hansısa bir bəxşiş, hədiyyə boyun alınmayıb ki, mükafat. Sən gəl məclisdə iştirak elə, sənə dünya malından, maddi cəhətdən bir şey verəcək. Bura gələn insanlar hamısı qəlblərində eşq, məhəbbət, sevgi, mənəvi bir his var. O eşqdir, o məhəbbətdir, o sevgi də onları bura gətirən. Heç bir təmənna yoxdur. Burada eləkən insanların heç birinin dünya malından bir təmənnası yoxdur. Sırf bu məclisə gələnlər Allaha xatir gəliblər, Peyğəmbərə, Əhl-i Beytə, İmam Hüseynə xatir gəliblər. Və bu məhəbbət elə bir məhəbbətdir ki, bu ta qiyamətə kimi elə hey bunun hərarəti get-gedə artacaq. Biz bu məclislərdə Quran-ı Kərimdən ayə dedim və digər ayələri də inşallah nəzər diqqətimizə çatdıracağım. Bu məclislər həm də zikr məclisləridir. Bax, məclis başlamamışdan öncə ilk olaraq Quran-ı Kərimdən ayə oxunur. Ziyarət-i Aşura oxunur. Mərsiyə deyilir. Xütbə edən xütbəsini edir, moizəsini edir. Və xütbəsində Quran ayələrinə, Peyğəmbər hədislərinə toxunur.
Və burada insanlara nə aşlanır? Burada insanlara nə söhbət olunur? Hansı möcüzədən danışılır? Nədən danışılır? Burada insanlara insanın Allah qatında ən ali bir varlıq olması və insan öz ali varlıq olmasını qorunub saxlanması üçün bu məktəbi, Kərbala hadisəsini, Aşura hadisəsini dərk eləməlidir, başa düşməlidir, İmam Hüseyn əleyhissalamı tanımalıdır. Əgər bir insan İmam Hüseyn əleyhissalamı tanımasa, Kərbəla hadisəsini tanımasa, şəhidlik məktəbini tanımasa, Əhl-i Beyti tanımasa, Qur'anı tanımasa, onun imanında, onun əməlində naqisliyi var. Mütləq belədir. Və bu məclislərdə də biz zikirlər deyirik, təsbihlər deyirik və sonra bir məsələ, onu da çox önə çəkirlər ki, İmam Hüseyn əleyhissalamı qətlə yetirənlər, Kərbala şəhidlərini qətlə yetirənlər kimlər olub? Yəni onu da o gün də bir qədər toxundum. İmam Hüseyn əleyhissalama qohumluğu çatanlar idi və yaxud da ki, İmam Hüseyn əleyhissalamla eyni cərgədə namaz qılanlar idi və yaxud da ki, onlar da müsəlman idi, onlar da namaz qılan idi. O gün də qeyd elədim, bu heç kəsə əsas vermir ki, İmam Hüseyn əleyhissalamı və yaxud hər hansı bir insanı onun ən doğması belə haqsız yerə qətlə yetirirsə, öldürürsə, Qur'an-ı Kərim buyurur ki, o bütün bəşəriyyəti öldürülmüş. Bütün bəşəriyyəti. Haqsız yerə bir insanı öldürmək. Fərq eləmir o kimdir. Yəni bu şəkildə insanların şübhə toxumu səpmək istəyirlər. Qur'an-ı Kərimə siz baxsaz, Qur'an-ı Kərimdə bəzən qissələr danışır. Müəyyən qissələrə toxunur, orada peyğəmbərlərin qissələri var və yaxud digər hadisələr var, orada qissələr danışır. Bu qissələrdə olan, bu hadisələrdə olan varlıqların bəziləri müsbət, yaxşı keyfiyyət, belə sahibləridirlər, bəziləri də günahkarlardır, mənfi xüsusiyyət sahibləridirlər. Bunların bəziləri ola bilər peyğəmbərlərdir, amma bəzən görürsən ki, o yaxşı, müsbət əməl sahibləri heç peyğəmbər deyirlər. Məsələn, Qur'an-ı Kərimdə surələrdən birinin adı nədir? Loğman surəsidir. Loğman yazıblar ki, tarixdə bütün alimlərin əksəriyyətidir ki, ona peyğəmbərlik verildi, o peyğəmbərliyi götürmədi, o hikmət sahibi idi. Allah onun adına bir surə göndərib. Loğmanın qissəsi, Loğmanın sözləri Qur'an-ı Kərimdə öz əksini tapmışdı. Və yaxud xanımlar var, onların adı, onlar peyğəmbər olmayıblar ki. Həzrəti İsa əleyhissalamın anası Məryəm salamullah əleyha Qur'an-ı Kərimdə zikr olunub və adına bir surə var. Bir xanımdır, adına bir surə var. Xanıma verilən bir dəyərdir də. Və yaxud Fironun həyat yoldaşı Asiyanın haqqında Qur'an-ı Kərimdə ayə var. Həzrəti Əli əleyhissalam haqqında adı bəzən çəkilmir, görürsən ki, ayələr var. Xanım Fatimə Zəhra salamullah haqqında, Əhl-i Beyt haqqında görürsən ki, ayələr o, qissələr bunlardan bəhs edir. Bəzən də görürsən ki, o həmən qissələrdə pis, mənfi, günahkar insanlar yad olunur. Qur'an-ı Kərimdə Fironun adı yad olunur, Nəmrudun adı yad olunur, Şəddad və yaxud görürsən ki, Əbu Ləhəb, onun həyat yoldaşı, Allah Teala bunları yad edir. Bu, belə deyək, mənfi, günahkar insanları da bizə Qur'an-ı Kərimdə xatırladır. Demək, yaxşı və pisi bizə xatırladır. Gəlirsən, görürsən, bir yerdə Allah Teala Peyğəmbərin nəslindən olan insanları bizə yaxşı və pis göstərir. Bir Peyğəmbərin ailəsində dünyaya gələn Habillə Qabili bizə misal göstərir. Habil, yaxşı, müsbət qəhrəman kimi, insan kimi, Qabil isə tam əksinə. Və yaxud gəlirsən, Yusiflə qardaşlarının əhvalatını bizə göstərir. Yusif əleyhissalam bizim üçün bir nümunə peyğəmbər, bir nümunə bir varlıq, qardaşları isə tam əksinə. Nuh əleyhissalamla oğlunu, həyat yoldaşını misal göstərir. Lut əleyhissalamla, Hud əleyhissalamla yoldaşlarını bizə misal göstərir.
məqsədim nədir ki, o şəxslər ki, gəlib deyirlər ki, Kərbalada İmam Hüseyin əleyhissalamı qətlə yetirənlər onun hansısa belə deyək, nəsil nöqteyi nəzərdən qohumları idi, yaxınları idi, hətta əmoğlu idilər onlar və yaxud namaz qılan idilər, oruç tutan idilər, Quran oxuyan idilər. Nə olsun? Quran-ı Kərimdə, Əraf surəsində bizə belə bir xatırlama edir. Mən bunu oxuyanda həqiqətən insan təəccüblənə bilmir ki, bizdə belə bir deyim var. Deyir ki, Allah sənin aqibətini xeyirli eləsin. Bax, aqibət bir xeyir duası dədə babalardan, hətta Peyğəmbər imamlardan bizə gəlib çatıbdır ki, aqibət bir xeyir. Mən namaz qılan ola bilərəm, oruç tutan ola bilərəm, həccə ola bilərəm və s. və ilaxır. Ahirətdə, son nəfəsdə mən bu dünyadan o dünyaya köç edəndə, ölüm mələyi gəlib qapını döyəndə, mən onda hansı halda olaram? Biz imamların həyatına baxanda görürük ki, onlar deyirlər ki, həmin vaxtı, ilahi, mən sənin rizayətini əldə edən insanlardan, bəndələrindən olacam, qullarından olacam, yoxsa yox. Quran-ı Kərimdə, Əraf surəsində bu haqda bizə bir məlumat verir. Bismillahirrahmanirrahim. وَاتْلُ عَلَيْهِمْ نَبَعَ الَّذِي آتَيْنَ آيَاتِنَا فَانْسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ. Və 176-cı ayə. Tərcüməsi budur ki, ya Rəsulum, onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə, oxu. O, həmən o şəxs ayələrimizi inkar edib, imandan döndü, şeytan onu özünə tabi etdi və o haqq yoldan azanlardan oldu. Əgər biz istəsəydik, onu həmin ayələrlə ucallardıq, lakin o yerə, dünyaya meyl edib, nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənziyir ki, üstünə cumsan da dilini çıxarıb ləhləyir, cummasan da onun üçün bir fərqi yoxdur. Bu ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. Ya Peyğəmbərim, bu əhvalatları söylə ki, bəlkə lazımınca düşünsünlər. Təfsirçilər yazıblar ki, bu ayə Əraf surəsinin 176-175-ci ayə kimin haqqındadır? Onlara ayələrimizi verdiyi kimsənin xəbərini də söylə, oxu. Onlara, Bəni İsrailə, Yəhudi övladlarına o dövr, Musa əleyhissalamın dövründə. Söylə ki, bir nəfər vardı o vaxtı Bələm adında bir şəxs, Bələm. Adı Bələm idi, səhv eləmirəmsə. Təqribən belədir, bəli. Bu Bələm kim idi? Musa əleyhissalamın, Musa Peyğəmbərin dövründə dövrünün ən təqvalı insanı idi, ən imanlı şəxsi idi, ən ixlaslı şəxs idi. Yəni, elə bir həddə çatmışdı ki, hətta deyirlər ki, ism əzəm verilmişdi ona. Nə dua edirdisə, duası qəbul olurdu. Nə istəyirdisə, istəyi hacəti qəbul olurdu. Elə bir mərtəbəyə yüksəlmişdi Hz. Musa Peyğəmbərin dövründə. Quran-ı Kərimdə bu ayələr yazılırlar ki, onun haqqında nazil olubdur. Və sonda ayələrdə görürsünüzmü? Allah Teala buyurur ki, o həmən, o Bələm ki, bir təqva sahibi idi, bir müxlis insan idi, mütədəyin bir insan idi, duası qəbul idi, dövrünün ən mütədəyin, mömin bir şəxsi idi. Onu 175-ci ayədə bizə xatırladı, 176-da onun hansı hala düşdüyünü bizə göstərir. Deyir, Musa əleyhissalam Fironun zülmündən qaçanda Firon xəbərdar olur, gedir bu Bələmi tapır. Çağırır onun yanına, bu da ibadət edən, mütədəyin bir insandır. Ona deyir ki, sən dua edəndə Allah sənin duavı qəbul eləyir. Çıx, o dua et, o dağda olan o mağara ki var, ora çəkilirsən, dua edirsən. Ged ora, oradan dua elə, Musa Peyğəmbər üçün ölüm istə. Bu deyir, nə danışırsan? Firon bundan danışır, o az eşidir. Firon danışır, o az eşidir. Axır Firon bunu yavaş-yavaş dünya malı ilə, vəzifə ilə, məqamla bizim dillə deyə bunun saqqızını oğlayır.
Bunu yoldan çıxardır. Bu mərtəbəyə yüksəlmiş bu Bələm deyilən bir şəxs Fironun hiləsinə, o dünya malı, o vəzifə, o mülk oradan uzaqlaşır və razılaşır Firondan ki, mən gedəcəm o dağda ki, ibadət edirəm, gedəcəm ora, orada dua edəcəm Fironun Musa Aleyhisselamın ölümündən ötürü. Minir ulağına, deyir, ulağı var idi. Ulağı ilə bir qədər gedir, ulaq bir qədər getdikdən sonra dayanır, daha getmir. Nə qədər edir, ulaq getmir. İndi bu özü bir məqam sahibidir. Ulaq dilə gəlir, Allahın izni ilə dilə gəlir. Deyir ki, sən günah, böyük bir günah işin dalıca gedirsən, mən sənlə getmərəm. Nə qədər də artır gəlmir, görür gəlmir, başlayır, vurur, əzir, daşla və s. və axır, hirsi soyunmur, ulağı öldürür. O səviyyəyə gəlib çatır. Yolunu azır və azmışlardan olur. Qur'an-ı Kərim onu nə deyir? O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyir, cummasan da onun üçün heç bir fərqi yoxdur. Gətirib sonda onu bir köpəyə bənzədir. Deyir, bu ayələrimizi yalan hesab edənlər barəsində çəkilən bir məsələdir. Ya Peyğəmbər, bu əhvalatları onlara söylə ki, lazımınca düşünsünlər. Qur'an-ı Kərim deyir ki, bu əhvalatı söylə, insanlara söylə, insanlar düşünsünlər. Heç kəs bugün o ibadəti ilə, itaati ilə, namazı ilə fəxr eləməsin. İmam Hüseyin Aleyhisselamın qarşısını kəsən, onu qətlə etirən, onun başını bədəndən ayıran, atlarla üstündən gedən, barmağını kəsib üzüyünü çıxardan, qızların qulağından o quşvarələri çıxardan, onlar da namaz qılanlar idi. İstərində qari Quran var idi, hafiz Quran. Aqibət bir xeyr, sonluq nə ilə nəticələnir? Yezid məlun da onların hər birini hansısa bir formada dünya malı ilə, vəzifə verməklə, mülk verməklə, onları hilə ilə əl aldı. Və onlar sonda hansı bir qərara gəldilər? Elə bir əzazil, elə bir pis qərara gəldilər ki, ta qiyamətə kimi onlar lənətlənəcəklər. Və bugün biz İmam Hüseyin Aleyhisselamı da xatırlayırıq və onunla bərabər, o necə Qur'an-ı Kərimdə qisələrdə o yaxşı, müsbət qəhrəmanlar göstərilir və mənfi qəhrəmanlar göstərilir. Bu qissələrin davamı hara gəlib çıxır? Kərbalaya gəlib çıxır. Kərbalada biz İmam Hüseyin Aleyhisselam və onun yar ənsarını xatırlayırıq. Hansı eşqlə, şövqlə, məhəbbətlə, sevgi ilə və onları qətlə yetirənlərə də necə nifrət bəsləyirik. Bu bir misal idi ki, mən çəkdim ki, biz bilək, başa düşək ki, fərq eləmir ki, o insan kimliyindən asılı olmayaraq, İmam Hüseyin Aleyhisselam kimi bir varlığın üzərinə qılın çəkib, oxlar, nizələr yaxan insanın heç bir vəslə ona haqq qazandırmaq mümkün deyil. Allah Qur'an-ı Kərimdə belə insanları bilirsiniz nəyə bənzədir? Yenə Əraf surəsində deyir: "Və laqad zara'na li cəhənnəmə kəsirən minəl cinni vəl-ins. Lahum qulubun la yafqahuna biha və lahum ayunun la yubsiruna biha və lahum adanun la yesmauna biha. Ulaika kal-anam bel hum azallu. Ulaika humul qafilun." Çox düşündürücü ayələrdir bunlar. Allah Teala buyurur ki, biz cəhənnəm üçün cinlərdən və insanlardan, biz cəhənnəmi cinlərdən və insanlardan olan bir çoxları üçün yaratdı. Onlar, kimlərdir o cəhənnəm ki, onlar üçün yaradılır? Onların qəlbləri var, ürək var, döyünür, amma dərk etmirlər. Göz var, görür, gözləri var, amma görmürlər. Qulaqlar var, amma eşitmirlər. Deyirlər, onlar heyvan kimidir, bəlkə də heyvandan da daha aşağı azğındılar. Qur'an-ı Kərimdə nə buyurur? Deyir, Əm təhsəbu ən əktəruhum yəsməuna əm yəqiluna innəhum illə kəl-ənam bəlhum əzəllu səbila. Onların çoxunun eşitdiyini və ya düşündüyünü sanırsan. Elə bilsən, onlar eşidir, düşünürlər. Onlar heyvan kimidirlər, bəlkə də ondan da aşağı, ondan da azğındılar.
onların mömin barəsində nə əhdi, nə də əmanət tanımazlar mömin barəsində. Hz. İmam Hüseyin əleyhissalam Kərbalada Yezidin qoşunu ilə üz-üzə qalanda neçə dəfə onlar üçün moizə elədi, söhbət elədi. Bir alim dünən mənim rastıma çıxdı, 78-ci, 80-ci illərin bir söhbəti idi, bir yerdə videolent qarşıma çıxdı. Bizim cənub bölgəsində orada çıxış edirdi. Deyir ki, İmam Hüseyin əleyhissalamın 72 nəfəri İmam Hüseyin əleyhissalama nə qazandırdı? Bu 72 nəfər vasitəsində İmam Hüseyin əleyhissalam nə qazandı? İmam Hüseyin əleyhissalam 4, 5, 6 saat qazandı. Yəni, hər dəfə şəhidlər gedib şəhid olanda Əli Əkbər, Əbəlfəz ağa, Həbibil Məzahir deyən şəhidlər İmam Hüseyin əleyhissalam orada vaxt qazandı. Əgər onlar öncədən gedib şəhid olmasaydı, bir şəhid olmasaydı, ola bilərdi ki, İmam Hüseyin əleyhissalamı zöhr azanda yox, sübh azanda qətl etdirədilər. Və deyir, o bir neçə saat İmam Hüseyin əleyhissalam üçün bir fürsət idi ki, İmam Hüseyin əleyhissalam o qarşı tərəfə, düşmən tərəfə moizə edirdi, söhbət edirdi və öz kimliyini tanıtdırırdı və onların necə batil yolda olduğunu onlara sübut eləmək istəyirdi moizəsi ilə. Hətta tarixdə mənə rast gəlib ki, bəlkə də danışmışam sizin üçün, İbn Ziyad, Ömər Səd, İmam Hüseyin əleyhissalamın çıxışını, xütbəsini, moizəsini görüb insanların təsirləndiyini görəndə deyirdi, nizələri, qılıncları, qalxanları bir-birinə vurun, daşları bir-birinə vurun, səs çıxardın, İmam Hüseyin əleyhissalamın səsi gəlməsin. İndi bu səs gücləndiricilər vardı. İmam Hüseyin əleyhissalamın səsi gəlməsin. Amma bütün bunlara baxmayaraq, neçə insan qarşı tərəfdən hidayət oldu, gəldi bu tərəfə. Və digərləri də Allah Teala buyurur ki, qəlbləri var, dərk etmirlər, gözləri var, görmürlər, qulaqları var, eşitmirlər, onlar heyvan kimidir. İndi Allah Qur'an-ı Kərimdə bizə Bələmi misal gətirdi və buyurdu ki, bu Bələm bir köpəyə bənzir ki, dilini çıxardıb ləhliyir. Bir yerdə də görürsən ki, o Bələmin elə öz ulağı, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, o ulaq ki, Bələm onun üstünə minib gedirdi, onu o qədər vurdu, öldürdü o ulağı. O ulaq deyir, qiyamətin gündə cənnətdə müjdələnən bir heyvan kimi olacaq. Necə Əshab-ı Kəhfdə o it ki var, qıtmır, o cənnətlə, behişlə müjdələnir. Baxın, görürsən, bəzən heyvan elə bir məqama çatır, insan əlində olan o məqamı fürsəti verir. Bütün bunları deməkdə məqsədim odur ki, o insanlar ki, namaz qılan idilər, oruç tutan idilər, biz demirik ki, onlar namaz qılan deyildi, oruç tutan deyildi, hafiz-i Quran deyildi, bəli. Amma bu heç kəsə əsas vermir ki, gəlsin desin ki, İmam Hüseyin əleyhissalamın şəhadətinə, onun qəhrəmanlığına, onun igidliyinə, onun etdiyi o fədakarlığa bir kölgə salsın. Yox, mümkün deyil. Qur'an-ı Kərim və Əhl-i Beyt bunlar bir-birinə bağlıdırlar. Ta qiyamətin gününə kimi bir yerdədirlər. Necə Allah Teala buyurur ki, onlar istəyirlər Allahın nurunu söndürsünlər, Qur'ana qarşı çıxdılar. Əhl-i Beyt də o nurdandır. O nura qarşı nə qədər çıxsalar, o nur, o hərarət, o istilik get-gedə möminlərin qəlbində artacaqdır. Dedi ki, bu məclislər həm də zikr məclisləridir. İnsan bu məclislərdə biz elə ya Hüseyin deyirik, ya Əbəlfəz ağa deyirik. Bunlar özləri bir zikirdir. Biz şəhid haqqında fikrimiz nədir, düşüncəmiz nədir? Ümumiyyətlə, bu məsələyə toxunan insanlar bir dənə düşünsünlər, fikirləşsinlər ki, biz yad edəndə kimi yad edirik? Şəhidi yad edirik. Şəhidi Allah Quranda necə tərif edir? Deyir, insan, sən onu ölü hesab etmə, ölü zənn eləmə, ona ölü demə. O, Allahın qatında diridir. Allahın yanındadır. İndəllah. İndəllah, yəni yanında deyəndə siz nə düşünürsünüz? Sağındadır, solundadır, önündədir, haradadır? Yəni o qədər Allaha yaxındır, diridir və Allahın ruzusundan qidalanır. Biz belə bir varlığı yad edirik. Belə bir varlığı zikr edirik. Çünki bu varlıqları Allah Teala özü zikr edibdir. Allah Teala özü yad edibdir. Həzrəti Adəm əleyhissalam dua edəndə duasının qəbulluğu üçün Allahı and verir bu 5 kimsəniyə, Peyğəmbərə,
Əli əleyhissalama, xanım Zəhraya, İmam Həsənə, İmam Hüseyn əleyhissalama. Biz də bu məclislərdə gəlmişik, deyirik, İlahi Pərverdigara, səni and veririk izzəti və cəlalığa, səni and veririk nazil etdiyin Qur'ana, səni and veririk 124 min Peyğəmbərə, səni and veririk məsumlara, övliyalara, müqəddəslərə, mübarəklərə, bizim ibadət, itaat, duamızı bizdən qəbul eylə. Və bu məclislər zikr məclisidir, bəli. Burada bacardığımız qədər, mən bəzən olur, bəzən narahat olaram, ya çəkinirəm, o Məkkədə də, Həccdə də mən istəyirəm çox vaxt o zikirlərdən biz istifadə edək. Çünki hədislərə baxanda o zikirlər ki var, biz onun bəzən fərqinə varmırıq, bilirik, asandır. Amma deməyə çox vaxt tənbəllik edirik, acizlik edirik, xəsislik edirik, paxıllıq edirik. Bu məclislərdə zikirlərə həm sənaya şükür etmək, tövbə etmək, istiğfar etmək, bunlara çox üstünlük vermək lazımdır. Zikir özü iki yerə bölünür. Bir var dillə zikir edirsən, dilimizlə. Bir də var qəlbinlə zikir edirsən. İnşallah sabah nəsib olsa elə zikir haqqında bir qədər danışaram, amma qısa bir zikiri sizə deyim, sonra inşallah fikrimi tamamlamağa çalışırım. Dillə olan zikirlər hansıdır? Məsələn, deyirik, Allahu Ekber, Elhamdülillah, Subhanallah, La ilahe illallah. Allahın adlarını zikir edirik. Məsələn, deyirik, Ya Vədud, Ya Cəmal, Ya Kərim, Ya Əhəd. Allahın adlarını zikir. Bu nədir? Dillə olan zikirlərdir. Bir də var qəlblə olan zikir. Qəlblə olan zikir hansıdır? Qəlblə olan zikir, insan öz qəlbində Allahın əzəmətini yad edir. Allahın əzəmətini xatırladır. Allahın yarattıqları haqqında düşünür, zikir edir, fikirləşir. Buna deyirlər qəlblə zikir. İndi biz burada fürsətimiz var ki, dilimizlə zikirlərimizi edək. Və cəm şəkildə o zikirlər olanda Allah qatında nə qədər savabı vardır o zikirlərin. Peyğəmbər zamanına səlavat hədiyyə inşallah. Alimlər deyirlər ki, dil ilə olan zikirləri mələklər qeyd edirlər. Sən ki, dedin Allah-u Ekber, mələk onu qeyd edir, eşidir. Eşitdi, qeyd edir. Bəzi yaxşı qəlblə edilən zikirləri mələk eşitmir. Sənin qəlbindən keçir. Və insana özündən, şah damarından yaxın olan, rəhmədən bağışlayan Allah sənin qəlb zikrini o qeyd edir, o yazır. Qəlbində ki, zikr elədi, Allah Teala onu qeyd edir. İnşallah bir zikr edək, sonra bir zikri sizin nəzər diqqətinizə çatdırıb fikrimi tamamlayıram. Bir deyək, Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Elhamdülillah. 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 Subhanallah. 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 La ilahe illallah. La ilahe illallah. La ilahe illallah. Estağfirullah Rabbi ve atubu ileyh. Estağfirullah Rabbi ve atubu ileyh. Estağfirullah Rabbi ve atubu ileyh. Muhammed, Ali Muhammed zamanla 3 dəfə salavat hədiyyə inşallah. Ma salli ala Allah qəbul etsin, Allah razı olsun. Bir zikir var, onu deyim inşallah, fikrimi tamamlayayım. Xanım Fatimə Zəhra salamullah əleyhadandır. Yazırlar ki, bir gün Peyğəmbər Rəsul Xuda gecələrin birində qızı xanım Fatimə Zəhra salamullah əleyhanın evinə gəlir. Gəlir, görür ki, artıq xanım yatmaq üçün yatağını sərmək istəyir. Deyir, qızım, yatmamışdan öncə çalış, həc və ümrə ziyarətini yerinə yetir.
Yatmamışdan öncə çalış bir Qur'anı tilavət elə. Yatmamışdan öncə çalış mömin və möminələri özündən razı sal. Yatmamışdan öncə çalış peyğəmbərlərin şəfaatini əldə elə. Bu zikrin üzərində fikrimi tamamlamaq istəyirəm, diqqət edin buna. Deyir ki, Atay Mehriban, bu qısa vaxt ərzində bu qədər işləri necə eləmək olar? Yəqin bunun bir hikməti, bir sirri vardır. Deyir, qızım, o ki mən sənə deyirəm ki, gecə yatağıva girdin, həc və ümrə ziyarətini elə. Deyir, bu zikr ki var, Subhanallahi və elhamdülillahi və la ilahə illallah və Allahu Ekber. Bu zikri çoxdur. Bu zikri demək, gecə yataqda olarkən, hesablasaq bu zikirlər bir dəqiqə vaxt aparmır, mən dediklərim. Bu zikri demək insana həc və ümrə savabı verər. Deyir, bəs sən deyirsən ki, bir Qur'anı tilavət eləmək. Deyir, əgər yatağında olanda 3 dəfə İxlas surəsini oxusan, bir Qur'anı xətm etmiş insan misalındasan. Deyir, bəs sən deyirsən, mömin və möminələr səndən razı qalsın. O necə eləmək olar? Necə mümkündür bu? Deyir, hər dəfə yatanda, yatağıva ki girdin, deyirlə, Allahümmə qfir lil mü'mininə vəl mü'minat. Allahım bütün mömin və möminələri bağışla, əff elə günahlarını. Deyir, bəs sən deyirsən, peyğəmbərlərin şəfaatini, deyir, qızım, istəyirsən əgər peyğəmbərlərin şəfaatini əldə edəsən, deyirlə, Allahümmə salli ala Muhammed və ali Muhammed və alə cəmil ənbiyayı vəl mürsəlihin. Salavat Peyğəmbər zamanına. Bu zikir bugün sizin yaddaşınızda olsun, bunu daim çalışın həyatınızda həyata keçirməyə. İndi zikir nədir? Zikir yad etməkdir, xatırlamaqdır. Biz burada nəyi zikr edirik? Biz burada zikr edirik ki, 15 əsr bundan öncə aləmlərə rəhmət olan sonuncu Peyğəmbərimizin canı, ciyəri İmam Hüseyn əleyhissalamı Kərbalada amansızcasına, vəhşicəsinə Peyğəmbər ailəsinə, nəslini sui-qəsd olunubdur. Genosid olunubdur. Nəslini qırmaq istəyiblər. Dedi axı, Allah Teala buyurur ki, onlar bir nurdur, o nuru söndürə bilməzlər, o nuru kəsə bilməzlər. Çünki Allah Quran-ı Kərimdə buyurur ki, İnna ətəynəkəl kavsar, biz sənə elə bir kövsər vermişik, elə bir neymət vermişik ki, ta qiyamətin gününə kimi o davam edəcək. Biz onu deyirik ki, 15 əsr bundan öncə insanlıq, dünyanın, bəşərin ən şərəflisi olan sonuncu Peyğəmbərimizin ailəsinə, övladlarına, nəvələrinə qarşı bir faciə törətmişdilər. Onlara qarşı zülm etmişdilər. Haqsız yerə onları qətl etmişdilər. Və biz Kərbala vaqiəsinə baxanda orada müxtəlif məsələlər var. Hər dəfə çalışırıq ki, bir qədər ondan sizin nəzər diqqətinizə çatdırım. Biri məsələ üçün biz dünən dedik ki, Məkkədən üz qoydular Küfəyə tərəf, Küfəlilər məktub yazmışdı. Axı İmam Hüseyn əleyhissalam Küfəyə getməmişdən öncə öz qasidini göndərir. Əmisi oğlu Müslim ibn Əqli göndərir. Müslim ibn Əqil ora gedir, hadisələri görür, İmam Hüseyn əleyhissalama məktub yazır və sonraki cəryanlar göstərir ki, yox, bunlar vədə xilafdırlar, əmanata xəyanət edirlər. O bayaq dedimi, hamısı imanlı şəxs kimi özünü göstərdilər və iş gəlib elə bir məqama çatdı ki, o insanlar hamısı yazdıqlarına, əhdlərine bivəfa çıxdılar. Əhdi peymanı pozdular. İmam Hüseyin əleyhissalamı dəvət edən 10 min, 12 min, 20 min, 30 min məktub yazan insanlar ki, ya imam biz başsız qalmışıq, gəl bizə bir rəhbər ol. Sonda nə elədilər? İmam Hüseyin əleyhissalamın qasidi ki vardı ki, Müslim ibn Əqil, tarixə baxsaz, çox
belə vəhşicəsinə hadisənin, qətlin birincisi Müslüm ibn Əqildən başlayır. Müslüm ibn Əqili amansızcasına qətlə yetirirlər, susuz. Və Müslüm ibn Əqillə bərabər onun 2 körpə balasını qətlə yetirirlər. Bugün İmam Hüseyn əleyhissalam məktəbindən danışılanda, zikr olunanda biz nəyi deyirik? Biz deyirik ki, Müslüm ibn Əqil məzlum bir adam idi. Əli yalın bir insan olub, bu qasiddir, xəbər gətirməyə gəlib, bunun övladlarının, o körpə balalarının, Abdullahın, İbrahimin heç bir günahı yoxdur. Sən bu insanı tuta bilərsən, buna cəza verə bilərsən. Hətta ola bilər bir insanın qarşısında içində bir kin, nifrət hissi varsa bir insanı qətlə də yetirib. Amma onu amansızcasına qətlə yetirmək, başını bədənindən ayırmaq, əza üzvlərini kəsmək, övladların başını kəsmək. Bu, insanlıq tarixində bunlar yoxdur. Kim əgər bunu edirsə, bunu dəstəkləyirsə, Qur'an-ı Kərim deyir ki, heyvandır, heyvandan da aşağıdırlar. Bəlkə də bəzən biz o heyvanların haqqına giririk. Belə insanları görəndə heyvanın haqqına girmiş olursan. Bu insanlar heyvandan da aşağıdırlar. İnsana əzab, əziyyət verməkdən doymurlar. İnsana işgəncə verməkdən doymurlar. Sonra insanı qətl etməkdən doymurlar. Sonra əza üzvlərini parça-parça edirlər. O qisas hissi də onlarda doymur. Övladlarına qarşı o düşmənçilik ədavətini edirlər, onları da qətl edirlər. Və bu şəkildə bu günlərdə İmam Hüseyn əleyhissalam ki, Kərbalaya gəlirdi. Kərbalaya, daha doğrusu Küfəyə gələndə, hələ Kərbalaya çatmayıb, bu hadisələr baş vermişdi. Bu cəryanlar baş verir. Biz bunu zikr edirik. Bunu demək istəyirik ki, insanlara tarixdə belə hadisələr olmuş və biz bu hadisələri pisləyirik. Biz məzlumun yanındayıq. Deyirik ki, bu hadisələr olmasın. Və bu İmam Hüseyn əleyhissalam məktəbi ta o vaxta kimi səslənəcək, yad olunacaq, zikr olunacaq, insanlıq, bəşəriyyət İmam Hüseyn əleyhissalamın hədəfini başa düşsün, dərk eləsin. Nə istəyirdi İmam Hüseyn əleyhissalam? Və buraya gələn hər bir insan da başa düşməlidir ki, hara gəlib? O burada nə istəyir? İmam Hüseyn əleyhissalam məclisə gəlməklə nə istəyir? Və buradan qazandığı nədir? Əldə elədiyi nədir? Və buna diqqət eləmək lazımdır. Ələ lənətullahi ələ qavmiz zalimin. Peyğəmbər zamanına səlavat ediləcək. Sallallahu aleyke ya Eba ya Abdullah. Esselamu ala Hüseyin ve ala Ali ibn al-Hüseyin ve ala أولاد الحسين وعلى أصحاب الحسين أي فلاش أي فلاش Saldın azam quvqaya ahir muslimin. Olmadı bir cəsedayam, ondan himayet Kufadayam. Səslədi bir ayağına, səslədi ey bir hayala. Siz ki namə yazmısınız,
Mesniye ettüz bela zulmü adavet kufada. Allah ahirimizi xeyrə mübəddəl eləsin inşallah. Çünkü Kufelilerin ahiri xeyrə mübəddəl olmadı. Dünyada ne kadar Hüseyin'in adı var, o Kufeliler rüsvadır. Niye? Name yazmıştılar Hüseyin'e, Hüseyin eğer gelmezsen, bizim davetimizi kabul eylemezsen, kıyamette baban peygamberden şikayet eyleyen. Onun sınağa evvelemiz oğlu Müslim'i gönderdi, neylediler? Hazreti Müslim Kufe'ye varid olanda, geldiler Müslim'in elinden, ayağından öptüler. Ey falan, sad hey falan, döndü cemiyen Kufe'de. Mescid dolu, gözlüler imamın naibi gelip, biz onun arkasında namaz kılaq. Bakın namazın ahırı ne oldu? Hazreti Müslim gördüler namazdan farig oldu. Namaz bitti. Esselamu aleyke ya cemiyen ve rahmetullahi ve berekat. Döndü baktı hiç kes kalmayıp, hami namazın söndürüp kaçıp gedibler. Bir sözüyle kaçtılar. Müslüm gördü dayı gitmeye yeri yok. Adam garip olanda hiç kimi olmayanda akşam çağı olur. Çok garibin hali beter oluyor. Müslim çıktı mescidden eşeğe, teller üzün koydu divara. Ya Hüseyin amandı Kufiye gelme. Kulaza getirdiler Müslim'i İbn Ziyad'ın mahzerine. Gördü İbn Ziyad dedi son isteğin nedir? Dedi çok susuzam, İsterim su içem. Dedi ona bir kase su verin. Getirdi istedi suyu içe, ağzında kan döküldü suya. Suyu içmedi. İbn Ziyad melun dedi gördün Müslim, Allah'ın suyu da sana nasip olmadı. Dedi yok bu belə değil ey zalim. Allah istemir zalimin eliyle beni sirab eyleye. İnşallah babam peygamber beni cennetten gözleyir. Onun elinden ben sirab olarım. Hem de bu gece balalarıyla inşallah bir derdi dileyleyek, bir iltiması dua eyleyek, mərizlərimiz var. Müslümin balaları əsir düşmüşdülər. Bir növ ilə zindandan azad oldular. Amma təəssüf olsun yine gəldilər bir zalimin əlinə düşdülər. Mən qəziyyəni çox danışmaq istəmirəm. O Haris gətirdi balaları Fəratın kənarına. Allah o balaların mərifətinə, bu Allah balaların Allah'a olan eşkinə bak ilə. Gördülər da heç növ ilə bu Haris. Hətta dedilər Haris bizə icazə ver ilə. Apar bizi bazarda sat ilə, pul istəmirsən. Bizi pula sat ilə, amma bizi öldürmə. Peyğəmbər balası. Peyğəmbər nəvələri, Peyğəmbər torunları, bizi öldürmə ilə. Gördülər bu zalimin qəlbinə bir rəhm sala bilmədilər. Dedi indi ki bizi öldürürsən, icazə ver Fərat çayında dəst namaz alaq. 2 rükət Allah'la razı niyaz eləyək namaz qılaq. Ona icazə verəndə görür o balaca əllərini çırmaladılar. Elə yana yana zəclədilər. Ya əhkəməl hakimin, ey
hakim olan Allah, biz inan bu zalim arasında özünü hükmeyle. Harisin ayalına bir vəsiyyət eləmişdilər, xanım, bu zalimi ki bizi öldürəndən sonra köynəmizə bir qasidə verərsən, yollayarsan Mədinəyə. Anamız gözü yolda qalıb, ay şəhid anası gözü yolda qalan ana, ay əskər yolun gözlüyən ata ana. Allah heç balanın, heç atanın, ananın qəlbinə bala dağı vurmasın inşallah. Nənə gözləyir, Müslim gedib, balalar gedib, bir xəbər yoxdur balalardan. O zalimi ki balaların başın bədənindən üzdü, deyirlər cəsədləri Fərat çayına atanda o balalar bir qol boyun oldular. Başsız cənazələr bir Fəratın suyunun üstündə bir qol boyun oldular. Ay zalim, ay zalim. Vəsiyyətə xanım əməl elədi, bir qasidədən Allahu Əkbər. O qanlı köylərləri qoydu, boxçaya düşdü, göndərdi. Yetişdi Mədiniyə qasid, cahana od saldı. Yetişdi hər kimə Müslim evin xəbər aldı. Dedi mən bir qasidəm, beni Haşim kusəsin nişan verdiler geldi, kapını döydü. Bacı kapı döyülməyi səsini eşidəndə dedi, ana mehriban ana, day ağlama, qardaşlarımdan xəbər gəlib inşallah. İmam-ı Zaman nə qədər bacıların qəlbinə qardaşlığı dəydi. Bir şəhidi yola salanda gördüm bir bacı qaçdı qabağa. İcazə verin, mən qardaşıma bir sözüm var. Əlin atdı ürəyinin başına, məktubu çıxartdı. Dedi ay qardaş, ay qardaş, o məktubda yazmışsın sənə bir hədiyyən var bacı. Səbr elə inşallah hədiyyəmi gətirəcəm, özüm sənə bir. Qardaş sənə mənim hədiyyəm, sənin bu cənazən oldu ay qardaş. Yaralı qardaş, ay şəhid balam, ah qardaş bacınla doymuyor qardaş. Gətirdi boxçanı qoydu nənəsinin qabağında. Ana, qardaşlarımızdan bizə xəbər var. Nədir xəbər? Boxçanı yaşdılar, İmam-ı Zaman özün şahidsən bunu neylediler. Köynəyi bir nənəsi bastı bağrına, o qanlı köynəyi ürəyinin başına bastılar. Bir bacısı bastı bağrına. Mən şəbəkələrin birindən görmüşəm, buna çox ağlamışam. Şəhid anası elə yana yana balasının patinkasından öpür. Deyir oğul, səndən mənə yadigar bu patinkan qalıb bala. Heç nəyin qalmayıb oğul. Ah, köynəyin saxlarayam ay balam, yumarayam. Nə qədər şəhid anaları var ha, nişanə saxlayıblar. Yumaram ayaq, saxlaram ay balam, bir də mənim yuxuma gəlsən, sizi qonaq saxlarayam. Qardaşlara, qardaşlar, yağış açar qardaşlar, ay qardaşlar. Bacılar ey qüssələnsə, aydan aydan könlün alar qardaşlar. Bacılar
üsselensen könlün alır kardeşler mavhe muharram oldu alem nevaya cendi mavhi muharram oldu Kavremceyin dizara Kerbuyo belaya geldi Mahi muharrem oldu Alem nevaya geldi Kavne batar elüzle Şeşma gül balası Piru melek bu gemde Yekser azayan geldi Piru zevan elinde Yekser vurar Hüseyin'in Piru zevan Kübret diyeceğim vereceğim sana Pervaz edir yürekler, pervaz edir yürekler Gülzar-ı Kerbela, Gülzar-ı Kerbela'ya ahsen deyir melekler Zevarken Aya sen değil melekler Zevarken Belaya Ey su üstte düşen Kolu hem pertemi Kolu hem pertemi Kan dolan gözleri Ağladan alemi Ağladan alemi Abbas, Abbas Yaralandı başın kaldı yalnız Bu Hüseyin kardeşin ah Ey Dilara olan Serviden kâmeti Serviden kâmeti Mahiden baz alan O kemer telati O kemer telati Gözümün nuri sen Dizimin taqati Dizimin taqati Dur elimden tut ey sirrimin mahremi Sirrimin mahremi Abbas, Abbas Yaralandı başın kaldı yalnız Bu Hüseyin kardeşin Abbas İtaredi Gel yetiş ki rozegarım garedi Ben kimi çok dertliler bitaredi Gel feragından yürekler yaredi Sığmayır cismime canım ardasan Bismillahirrahmanirrahim Allahümme kulli velikel Hüccet ibnil Hasan Salavatuke aleyhin ve ala amai Fi hazihi sa'a ve fi kulli sa'a Veliyen ve hafizan ve
معينا وناصرا ودليلا معينا حتى تسكنه أرزك طوى وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل على Allah'ım ettiğimiz ibadet, itaat, duaları, əzadarlığı bizdən qəbul eyle. Bizi dünya və ahirət Kur'an'dan, Əhl-i Beytdən ayrı salma. Dünyasını değişen yakınlarımızı, əzizlərimizi qəriq rəhmət, vasılı cənnət qərar ver. Şəhidlərimizi Kərbala şəhidləri ilə məşhur eyləcinən. Şəhidlərin ruhlarını bizlərə duası qərar vercinən. Şəhid yaxınlarına, əzizlərinə, doğmalarına səbr-i cəmil nəsib eylə. Qazilərimizə şifa-i təcil inayət eyləcinən. Ana bacılarımızı, qız gəlinlərimizi, xanımlarımızı, xanım Zeynəbə, xanım Zəhraya bağışlacinən. Onların da nə istəyi, nə arzu, nə muradları varsa öz dərgahında qəbul eyləcinən. Xanımlarımızın da müşkillərin, çətinliklərin, sıxıntıların asan eylə. Cavanlarımız ki gəliblər, məscidə zinət verirlər, amin deyirlər, sinəzəndə iştirak edirlər. Bunları yerin göyün bəlasından hifz eyləginən. Hidayət olmayan cavanlarımızı hidayət eyləginən. Bu cavanlarımızın da nə müşkilləri var, ilahi pərverdirlər, müşkillerini asan eyləginən. Bunları öz arzularına, hacətlərinə çatdırginən. Evlənməyən subay gənclərimizi evli nəsib eyləginən. Evlənən ailə quranları xoşbəxt qərar verginən. Evlənib övlad həsrətində olanlara övlad nəsib eyləginən. Ev eşiği olmayan ev eşiği sahibi eyləginən. İlahi pərverdigara ruzimizə bərəkət nəsib eyləginən. Ruzisi olmayana bol bol halal ruzi nəsib eyləginən. İlahi pərverdigara işsizlərimizə iş nəsib eyləginən. İlahi libası olmayanlara libas əta eyləginən. İlahi sənə and verir izzəti və cəlalı və böyülü və xatir. Bu matəm günlərinə xatir, ilahi pərverdigara, Peyğəmbər, Qur'an, Əhl-i Beytə xatir, İmam Hüseynə xatir, dünyada bizə 14 məsum ziyarətin, Məşəd, Kərbala, Həc, Ərbəyin ziyarətin bu cəmə nəsib eyləginən. Ahirətdə 14 məsumun şəfaatin bizlərə nəsib eyləginən. Bizi Qur'andan, Əhl-i Beytdən ayrı salma ginən. Dünyanın və ahirətin xoşbəxtli, saadətin bizlərə nəsib eyləginən. İlahi pərverdigara, borcu olanlar var, borc sıxıntısında olanlar var, ilahi pərverdigara. Tezliklə onlara o sıxıntıdan nicat verginən. Qəriblikdə olanlarımızı səyi salamat evlərinə qaytarginən. Əskəri xidmətdə olanları səyi salamat evlərinə qaytarginən. Əskərlərimizi, zabitlərimizi, ordumuzu qoruginən. Üç rəngli bayrağımızı bayraqlar içərisində uca ilə. Ölkəmizi, xalqımızı, millətimizi, vətənimizi, dövlətimizi qoruginən. İlahi pərverdigara səni and verir izzəti və cəlalı və böyülü və xatir ilahi pərverdigara. Haqqı ədalətin nuru yer üzərində bərqərar eyləginə. Evlərimizə, ailələrimizə, məmləkətimizə, dünyamıza, bəşəriyyətə sülh, əminəmanlıq, mehribanlıq, bol-bol, həlal ruzi nəsib eylə. İltiması dua istəyənlərin də dualarını qəbul eyləginə. İlahi pərverdigara, ehsan edənlərin ehsanlarını qəbul eylə. Bizləri ehsan edənlərdən, əməli salihlərdən qərar verginən. Bu məclislərdə kimlə o əziyyət çəkir, maddi, mənəvi, fəziki, ilahi pərverdigara, onların da hacətlərini öz dərgahında qəbul eylə. İmam Zaman ağamızın zuhurun təcil eylə. Cəmi dualarımızın qəbulluğu, dünyadan gedənlərimizin istirahat ruhları şad, şəhidlərin ruhları şad. El-Fatihə məs-salavat. İnşallah hamımız bir yerde. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal müstakîm.
صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وآل محمد.